Salam uşaqlar. Mən bugün sizə səhifə 89 və 90-da olan misal və məsələlərdən kömək eləyəcəyəm. Misal 1. Ədəd oxu verilib. Ədəd oxunun üzərində qırmızı nöqtələr verilib və bunların neçə olduğunu yazın deyir. Məsələn, birincini götürək. Birinci nöqtə 4 ilə 5 arası bütün bir vahid bir parçadır. 4-dən 5-ə qədər. Bu vahid parça 100 yerə bölünüb. 100 yerə bölünüb. Bu qırmızı, birinci qırmızı nöqtə %12'dir. Deməli, hər bölgü 4,1'ə qədər 10, bu da 2 də buradan %12 yazmışam. Digər nöqtələri də yazmışam belə. Ki, üstündə olan 5 nöqtənin 5'ini də belə qiymətləndirib yazmışam. Bunu belə videonu izah eləyib başa salmaq biraz çətindir. Yəqin müəlliminiz izah eləyər. Yaxud da bilməsəniz tezdən müraciət edə bilərsiniz müəlliminizə. Ya mənə müraciət eləsəniz, mən bunu geniş formada çəkib izah eləyə bilərəm. Şərhlərdə desəz ki, başa düşmədik. Bunları yuvarlaqlaşdırmalıyıq. Üstündəki 5 nöqtənin yazmışam qiymətini. Burada da yazmışam 5 nöqtənin qiymətini. 4,12, bax budur. Neçəyə yaxındır? 4-ə. 4,12 bu nöqtə 4'ə yaxındır. 4,47 də 4'ə yaxındır. Bu yəni 4,67, 88, 4,92 isə 5'ə yaxındır. 2 nöqtə 4'ə yaxın olduğundan 4 götürürük. 3 dənə nöqtənin qiyməti isə 5'ə yaxın olduğundan 5 götürürük. Digər tərəfdən yuvarlaqlaşdıranda da doğrudan da 4,12'ni tama qədər, natural ədədə qədər yuvarlaqlaşdırsaq 4. Bu da 4 eləyər. Çünki bu onda 1, 4 tama heç nə vermir. 6 isə 1 verir buna. 2 nöqtə dedik ki 4 verəcək. 4'ə yaxın olduğundan. 4,60 isə 6 özündən 1 verir. 5 olur. Digər nöqtələri də belə yuvarlaqlaşdırıb yazmışam. Sizdən də tələb olunur ki, nöqtələrin qiymətini yazın və yuvarlaqlaşdırın. Həm də mən sizdən tələb desəm düzgün olmaz. Belə biraz da istəyərəm ki, bəyənəsiz. İstədiyim odur ki, siz bəyənəsiz, abunə olasınız. İkinci misal. İkinci misal, mən bunlar biraz qarışıq oldu deyə təzədən yazdım. Onda birlərə qədər yuvarlaqlaşdıraq. Onda 1, 2'dir. 1 tam onda 3 olacaq. Niyə onda 3 olacaq? 6 5'dən böyük olduğundan bir dənə verir 2'yə olur 3. 1 tam onda 3 götürəcəyəm bunu. 3 heç nə verə bilmir onda 1'ə. %1 onda 1 heç nə verə bilmir. Bu da 4 də heç nə vermir. Çünki 5 ola gərək ki 1 gələ özündən əvvəlkinin üstünə. Siz bunu əvvəlki tam ədədlərin, natural ədədlərin yuvarlaqlaşdırmasından bilirsiniz. Yenə də onda 1'ə 5 %1 olan 5 1 verir. Olur 1 tam onda 4. Bu səhvdir, bunu yazmışam. Digər misalın tapşırığı olub düşdü ora. 1 tam %42 olacaq. 1 tam onda 4. 2 heç nə vermir, sıfıra çevirir özünü. Bu da 1 tam onda 2. Ümumi yuvarlaqlaşdırmanın qaydasını yuxarıki misallarda danışdım. 1 tam onda 3'ə isə bu 9 bir dənə verir. Olur 1 tam onda 4. 1 tam onda 4'ə 8, bu %1 olan 8 onda 1'ə 1 verə bilir. Bir vahid verə bilir. Olur 1 tam onda 5. İndi üçüncü çalışmaya baxaq. Üçüncü çalışma deyir ki, ancaq altından xətt çəkilənlərə qədər yuvarlaqlaşdırın. Məsələn, bu təxminən tamdır. 2 tam. Onda 1, 3 olduğundan heç nə vermir. 2 olur. 2 də %1'dir 2. Onda 1'ə heç nə vermir. 2 olduğuna görə verə bilmir. 3 tam onda 6 olacaq. Təxminən 3 tam onda 6. Burada da yenə də onda 1'ə qədər yuvarlaqlaşdırmalıyıq. 0 tam %1 bir vahid verir ona. Olur 0 tam onda 5. Bu isə %1'ə qədər yuvarlaqlaşdırmadır. 18 tam 94.
5 bir dənə verdi. 3'ə 4 oldu. 0 tam %1 yuvarlaqlaşdırırıq. 0 tam %1'ə qədər. Mində 1 dənə verir. Olur 63. 1 tam burada 2 tama çevriləcək. 6 bir dənə verir. Sonra yenə də %1'ə qədər yuvarlaqlaşdırırıq. Heç nə vermir. 4 elə özü qalır. 7 tam %52. Təkliklərə qədər yuvarlaqlaşdırın. Vergüldən sağ tərəfdə təklik olmur. Onda 1, %1, mində 1 belə adlandırılır. Təklik tam hissədə olur. 4'ə qədər yuvarlaqlaşdıranda onda 1 təkliyə bir vahid verə bilir. Çünki 7'dir. Təqribən 35. Bu da təkliyə qədər yuvarlaqlaşdıranda 9'dur təkliyin özü. 5 bir dənə verir. Olur 10. Heç nə vermir 2 təkliyə. Elə 8 qalır. Burada da təkliyə 3 heç nə vermir. 0 qalır. 9 özündən bir vahid təkliyə verə bilir. 1 olur. Hər bəndə aid deməli 5 dənə misaldır. Onda birlərə qədər yuvarlaqlaşdıraq. Onda 1'ə qədər yuvarlaqlaşdırsaq. Deməli 6 tam 8 1 verəcək buna. 6 tam onda 1. Bu onda 1'ə isə 4 heç nə vermir. 0 tam onda 1 qalacaq. Onda 1'ə 7 1 verir. 3 tam onda 6 olar. Onda 1'ə 0 heç nə vermir. Elə 5 tam onda 3 qalır. Buradan da heç nə verə bilmir. Onda 1'ə bəli verir. Onda 1'ə bu 9 bir vahid verir. Olur 1 tam onda 1. İndi %1'ə qədər yuvarlaqlaşdırsaq 1. 7 tam 0 1 olacaq. Burada isə %1'ə qədər yuvarlaqlaşdırırıqsa 0 tam 83 olacaq. Çünki 8 bir dənə verdi bura. Burada nəyi yuvarlaqlaşdırırıq? %1'i, yəni 3'ü yuvarlaqlaşdırırıqsa 2 heç nə vermir buna. Olur 4 tam %23. Bura diqqətlə baxaq. Burada %1'imiz bizim 6'dır. 3 heç nə vermir. Yazmışam. 2 tam 86. Burada da %1'ə 1 verir. 10 olur. Bu da belə üst-üstə gələndə cavab 3 olur. Bu 4-cü misal idi. Misal 4. Səhifə 90'dan. İndi 5'ə keçirik. Bəyənib abunə olmağı, paylaşmağı yaddan çıxarmayın gözəl balalar. Hər şərtə uyğun 3 onluq kəsiri yaz. Deməli, birinci onluqlara qədər yuvarlaqlaşdıranda 0 tam onda 8 olsun. Məsələn, yazmaq olar ki, 2 tam onda 8 olsun. 2 tam %10'da birlərə qədər yuvarlaqlaşdırsam 76 götürürəm. 6 özündən bir dənə verir bura. Olur 2 tam onda 8. Və yaxud da belə. 2 tam 81. Onda 1'ə qədər yuvarlaqlaşdıranda bir heç nə verə bilmir. Elə qalır. Burada olacaq 2 tam neçə götürək? Bunu da 8 9 götürək. Yox, 7 9 götürək. 7 9. Yenə də onda 1'ə qədər yuvarlaqlaşdıranda belə olacaq. Bunların sayını çoxaltmaq da olar, amma əsas onda 1'ə qədər yuvarlaqlaşdıran, onu yuvarlaq ədədə çevirən %1'dir. Mən belə yazdım. 4 tam %36 olsun. Deməli, burada nəyə? %1'lərə qədər yuvarlaqlaşdırırıq. 4 tam yüzdə olsun 30. 355 götürürəm. 5 özündən bir dənə buna verir. Olur 36. 4 tam yüzdə olması mində. Ki 100'ye qədər yuvarlanışında mində götürməliyik. 36. Bu da olsun 1. 1 heç nə vermir. Elə 6 qalır. Burada isə vermişdi 5. Bunu isə götürək. 4 tam yüzdə 3 olduğu kimi saxlayırıq. 6 olmaq üçün 599 götürürəm lap belə.
Yenə də bir dənə bu 9 verəcək buna. Digərləri verə bilməyəcək. Təkliklərə qədər yuvarlaqlaşdıranda 1 alınsın. Təkliyə qədər yuvarlaqlaşdıranda 1 alınan ədəd 0,912. 0, bunu da belə götürək. Yaxşı, 1 tam götürək. 1,352. Bu 3 heç nə vermir, 1 olur. Təkliyə qədər yuvarlaqlaşdıranda. Bunu yazsam isə belə bir böyük bir ədəd də yazmaq olar. 0, bura neçə dənə istəyirsiniz ədəd yazın. Birinci 9-dursa, 6-dır, 5-dirsə o bizə kifayətdir. 9 çox yazmışıq. Bura 9 yox, qoy yazaq, bu olsun 6. 6, 5, 4, 3. Bax, belə bir sıra 6, 5, 4, 3. 6 bir dənə verəcək buna. 0-a 1 olacaq. Məsələ 6-dayıq. Məsələ 6-cı məsələni mən bura yazmışam. Məsələ 6. Lalənin fikrində tutduğu ədəd 0, 4, 5, 7 rəqəmlərindən ibarətdir. Hərəsindən bir dəfə istifadə edib, bu ədədi onda birlərə qədər yuvarlaqlaşdırdıqda 8 alınıb. Deməli, sözsüz ki, 0,8 alınıbsa, Lalənin fikrində olan ədəd 0 tamdır. Yuvarlaqlaşdırandan sonra 8 alınıbsa, biz burada 5 yaza bilmərik. 5 üstünə 1 əlavə eləyəndə 8 olmaz. Onda 7 yazıram. 7 yazıram ki, 7-dən sonradan mən 4 yaza bilmərəm. 4 yazsam yuvarlaqlaşdıranda 8 verməyəcək. Axı 8 olmalıdır. Onda mən bura 5 yazıram. Nəhayət bizim bir dənə rəqəmimiz qaldı. Bu da 4-dür. Axıra yazdım. Deməli, Lalə fikrində bu ədədi tutub 0,754. Samirin fikri doğrudurmu uşaqlar? 0,1000-də 449-u təqribən yuvarlaqlaşdırıb 45 alıb 100-də 1-ə qədər düz eləyib. 9 1 verib buna olub 45. Düz deyir. Belə də yazmışam. Doğrudurmu? Sonra 0,45-i də yuvarlaqlaşdırıb, bunu da yuvarlaqlaşdırıb 0,5. Doğrudan da bunu belə bir 0,45-i yuvarlaqlaşdırsaq 0,5 olduğu üçün bu da düzdür. Amma sonra götürüb birinci ədədi axırıncıya bərabər götürüb 0,449 mində 449 0,5 olar deyir Samir. Olar deyir Samir. Düz deyirmi? Bax, bu səhvdir. Samirin bu iki fikri doğrudur. Düz deyir. Bu da doğrudur. Bu fikri də doğrudur. Bura nə yazaq? Onda qırmızına yazaq ki, bu hissəyə qədər doğrudur. Doğru. Bu da doğrudur. Bura nə yazaq? Doğru deyir. Doğru deyir. Məsələni mən hissələrə ayırdım. Amma bunun 0,5 olar deyir Samir. Bu səhvdir. Bu səhv sayılır. Səhvdir yazaq. Bu hissəni Samir səhv deyir. Misal, məsələ 8-də nə deyilir? Məsələ 8 və məsələ 8-i ayrıca bir vərəqə yazdım. Qarşılıq çoxdur. Uşaqlar, 3 dənə arı quşu şəkli verilib kitabınızda. Bax, burada kitabınızda 3 dənə arı quşunun şəkli verilib. Mən şəkli arı quşların şəklini çəkmədim. Ancaq belə şəkli göstərirəm sizə. Kvadratlar çəkmişəm. Hərəsinin arı quşu çox ağır olmur. Elə adı çox kiçik olduğundan da adı arı quşu sayılır. Bəzən görürsən rus dilində ona kalibr deyirlər. Quşun adına. Bu arı quşunun çəkisi 2 qram, 3 qram, bax belə bir qramlarla hesablanır. Kiloqram yox, qram. Deyir, hansı mərtəbəyə qədər yuvarlaqlaşdırsaq, 2 quşun çəkisi bərabər olar. Yəni, bu 2 deyil, hələ 2 ola bilməz. Bunu 2 eləmək olmaz. Bunu hansı mərtəbəyə qədər? 10-da 1-ə qədər yuvarlaqlaşdırsaq bunu, 8-dən 1 verərik. Onda bunu belə yazaq. Hansı mərtəbəyə qədər çəkisi? 2 quşun çəkisi. 1,85
Bu birincinin. Bu birinci olsun. Birinci. Bu da 3, 2. Hansı mərtəbəyə qədər yuvarlaqlaşdıraq bunu? 1/10-a qədər. Təqribən 1/9. Bu birinci quş. Birinci quşun çəksi 1 yazıram burada. Bu da ikinci quşu. Onu da yuvarlaqlaşdıraq görək. 1/9. 10/9 yox. 1/1000-915. Bunu da yuvarlaqlaşdırsaq 1/10-a qədər. 1/10-9 olacaq. Deməli, sual verir, hansı mərtəbəyə qədər? Cavabı bax budur, yazıram. 1/10-a qədər. 1/10-lərə qədər. Yuvarlaqlaşdırsaq iki quşun çəkisi bərabər olur. Bəs deyir, hansı mərtəbəyə qədər? Bu da ikinci bir sualdır. Bu quşların nömrəsidir ya, şəkillərin nömrəsi. Hansı mərtəbəyə qədər yuvarlaqlaşdırsaq, 3 quşun üçünün də çəkisi, kütləsi, yəni bərabər olar. Yəni ki, bax, bunu yuvarlaqlaşdırsaq 2 olacaq. Təkliyə qədər. 8 bir dənə verəcək, 2 olacaq. Bu da 2'dir, 0 heç nə vermir. Bu da 2 olacaq. Təkliyə qədər yuvarlaqlaşdırsaq 2 olar. Yazaq mı onları? Məsələn, 1/85 yuvarlaqlaşdıranda olur 2. 2/1000-65. 2/1000-65 təqribən 2 olacaq. 1/915 mində. 915 təqribən 2 olacaq. Cavabı nədir? Bunun da cavabı olacaq təkliyə qədər. Tamın təkliyinə qədər deyə başqa təklik yoxdur. Təkliyə qədər yuvarlaqlaşdırsaq. Yuvarlaqlaşdırsaq belə nöqtə qoyuram. Ardını isə yazmıram uşaqlar. Bax bu idi bizim səhifə 89 və 90-da olan çalışmalarımız. Siz də adicə belə şəkli çəkməsəniz də belə yazıb, bax bu cür həlləri yaza bilərsiniz. Bu qədər sağ olun, abunə olun, paylaşın, bəyənin, yorulmayın.